Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu videoda 4-cü sinif uşaqları üçün, 3-cü siniflər də baxa bilər. 4-cü sinif uşaqları üçün monitoring suallarının izahını verəcəyəm. Başlayaq 5-ci sualla. Deməli belə bir ifadə var. Belə ifadəni həll etməkdən ötürü bilirik. Birinci mötərizənin nə edirik? İçin həll edirik. Misalımızı köçürdək. 955 çıxılsın. Mötərizənin içərisində 23 vurulsun 11 üstə gəlinsin 324 bərabərdir. Birinci nə edirik? Uşaqlar mötərizənin içini əldə edirik. Mötərizənin içinə də baxırıq. Burada vurma əməli də var və toplama əməli var. Birinci yenə də nə əldə edirik? Vurma əməlini həll edirik. 23-ü vururuq 11-ə. 3 1-in 3 1 2-nin 2. Vurmanı, toplama, çıxma nə olur olsun diqqətlə əldə edirik. Yəni səhvə yol vermirik. 3 5 2 253. Deməli bu vurmanın qiyməti oldu 253. İkinci nə edirik? İkinci də 253-ün üzərinə bu nəyə gəlirik? 324-ü gəlirik. 3-ün üstünə 4 7, 5-in üstünə 2 7, 2-nin üstünə 3 gələndə 5. Elədi neçə? 577. Bəs 3-cü nə edirik? Sonuncu əməlimiz. Deməli 955-dən bu 500 mötərizənin içinin cavabı elədi 577. 577-ni çıxırıq. 5-dən 7 çıxmaq olmur. 1 onluq qoyuruq. 15-dən 7 çıxanda 8 qalır. Burada 4 qalmışdır. 4-dən 7 çıxmaq olmaz. 1 onluq qoyuruq. 14-dən 7 çıxanda 7 qalır. Burada qalmışdı neçə? 8. 8-dən də 5 çıxanda neçə qalır? 3. 378. 378 bu bəndə elədi. Deməli, baxırıq 6-cı suala. 6-cı sualda bizdən nə deyir? Deyir ki, D bərabərdir 19, E bərabərdir 26 olduqda ifadənin qiymətini hesablayın. Deməli, burada harada E görsəm, bax, misalı yazıram. E çıxılsın D, vurulsun D. Budur da, düzdür? Bərabərdir. E neçədir? 26. Mötərizə açıram. Bax, E-nin yerinə yazıram. 26. Çox sadədir. D neçədir bəs? D neçədir? 19. Özü verib 19. Vurulsun bir dənə də D. Görürsünüz? D, burada 19, burada da 19 qoyacağım. D eyni şeydir. Vur 19. İndi bu ifadənin qiymətini tapmaq lazımdır. Birinci nə edirəm? Mötərizənin içini əldə edirəm. 26-dan çıxıram 19-a. Edir neçə? 7. Birdən 1 0 7. Sonra nə edirəm? İkinci bu 19-u vururam. Neçəyə vururam? Bu 7-yə vururam. 7 9-u neçə eləyir? 63 eləyir. 3 yazıram. 6 yadda. 7 1-in 7. Bu da 6. 13. Bu ifadənin qiyməti elədi. 133. 133 var. Var. A variantı. Uşaqlar 7-ci sualla davam edirik. Məsələdir. Deyir, ofis ləvazimatları mağazasında satıcı hər birini 45 qəpiyə aldığı 135 qələmi 60 qəpikdən satarsa nə qədər qazanc əldə edər? Bax, məsələni diqqətlə oxuyuruq, başa düşək. Görək nə baş verir burada. Deməli, bir dənə mağaza var. Bu mağaza bir qələmi 45 qəpiyə alır və neçəyə satır? 60 qəpiyə satır. Bax, 45 qəpiyə alır, 60 qəpiyə satır. Və 135 dənə qələm satır. 135 dənə. Deməli, indi görək bu satıcı bir qələmlə nə qədər pul qazanır? Burada nə edirəm? 60-dan çıxıram 45-ə. Nə tapdım burada uşaqlar? Tapdım ki, bu satıcı qələmin birindən nə qədər pul qazanır? Bir dənə qələmlə.
Sıfırdan 5 çıxmaq olmaz. Qoyuram bura. 10-dan 5, buradan bir onluq qoyuram. Bu olur 10. 10-dan 5 çıxanda neçə qalır? 5 qalır uşaqlar. Burada qalır 1. 5. 5-dən də 4 çıxanda qalır 1. 15. Mən buradan tapdım ki, bu satıcı bir qələmlə 15 qəpik pul qazanır. Bəs birindən 15 qəpik qazanır. 135 dənədən nə qədər qazanar? Heç sat 135-i vuraram neçəyə? 15-ə. 5 5-in 25, 5 yazıram. Neçə yadda? 2 yadda. Bax buradan yazırıq ki, yaddan çıxmasın. 3 5-in 15, bu da 2 17, 7 yazıram. 1 yadda. 5 1-in 5, bu da 1. Neçə elədi? 6. Sonra bax 1-i vururam. 1 5-in birlikdə bir rəqəm buraxırıq da. Bax bunun altından yazmırıq. 1 5-in 5, 1 3-ün 3, 1 1-ində neçə elədi? 1. 5 bunu toplayırıq. 5 7-nin üstünə 5 gələndə 12 2 yazırıq 1 yadda. 9 o da 1 10 0 yazırıq 1 yadda. 2. 2025 qəpik. Belə bir cavab yoxdur. Bax burada görsən manatla verilib. 1 qəpiyimiz, bax bunu saxlayaq. 1 qəpiyimiz, 1 manatımız, manat. Neçə qəpikdir uşaqlar? 100 qəpik. Düzdür? 2 ilə 50 qəpik eləyir nə qədər? 2 ilə 50 qəpik eləyir 1 manat. İndi bunu 100-ə bölməliyəm. 2025-i bölməliyəm neçəyə? 100-ə. Deməli 2 dənə 3 dənə ayırıram. 202-ni 100-ə böləndə 2 eləyir. 200-ün elədi 200. 200-ə 100 yazdım ha. 200. Deməli 2. Bu 5-i gətirdim aşağı. Bölünmədiyinə görə bir dənə 0 atdım bura. Deməli 20 manat. Cavab olacaq 20 manat 25 qəpik. 20 manat 25 qəpik harda var? Bax uşaqlar, C bəndində var. Davam eləyək.